Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Əsas mövzuya keçməzdən əvvəl aqro xəbərləri izləyək. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib fermerlərlə görüşüb. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunmuş iclas keçirilib. İclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə iştirak edən fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb. Sonra nümayəndə heyəti Ağdərənin Umudlu kəndində əkin sahələrinə, xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirib. Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib. Qeydiyyat prosesi elektron kənd təsərrüfatı informasiya sisteminin alt modulu olan koc.eagro.az portalında həyata keçirilir. Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək qeydiyyatdan keçə bilərlər. Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq. 2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalı çərçivəsində dövlətin maliyyə mexanizmləri mövzusunda panel müzakirə baş tutub. Tədbirin məqsədi aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Panel sessiyada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aparıcı dövlət qurumları və bank sektoru nümayəndələri iştirak ediblər. Sessiya zamanı Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Sığorta Fondunun mütəxəssisləri fermerlərə güzəştli kreditlər, subsidiyalar və aqrar sığorta imkanları barədə geniş məlumat təqdim ediblər. Qeyd edək ki, dövlətin maliyyə mexanizmləri mövzusunda panel sessiyaların ölkənin bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs fermerlərin məlumatlılığının artırılması və regionlarda aqrar sahənin dayanıqlı inkişafına dəstək məqsədi daşıyır. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız, əziz tamaşaçılar, hörmətli fermerlər. Bu dəfə də fermerin real dostunda sizin üçün maraqlı bir neçə məsələyə toxunacağıq. Mövzumuz çox kifayət qədər faydalı olacaq, əminəm buna. Bilirsiniz ki, yaz fəslidir, xüsusən də aprel-may aylarında ölkənin dörd bir yanında demək olar ki, xüsusən də tərəvəz və bostan bitkiləri əkilməkdədir. Ümumiyyətlə, tərəvəzçilik və bostançılıq sahəsində vəziyyət nə yerdədir? Bu və digər sualları qonağımla müzakirə edəcəm. Qonağımız Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyevdir. Elmar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun Ruslan müəllim, mən də dəvətinizə görə sizə öz təşəkkürümü bildirirəm. Mən həm də girişdə qeyd etmək istəyirəm ki, indi birazdan söhbətimiz əsnasında vurğulayacağım. Elmar müəllimin rəhbər olduğu institutun bu il 60 illik yubileyidir. Çox böyük bir
tarixi hadisədir. Buna gələcəyik təbii ki, irəliləyən dəqiqələrdə. Elmar müəllim, girişdə də vurğuladım, 2025-ci təsərrüfat ilinin çox aktiv bir dövrünə qədəm qoymuşuq, hal-hazırda aprel ayındayıq. Həm də tərəvəz əkinlərinin belə deyək də çox belə fəal şəkildə kütləviləşdiyi bir dönəmdəyik. Ölkədə tərəvəz əkinlərinə maraq nə dərəcədədir və Azərbaycan əsas tərəvəz məhsullarına olan tələbatını özü təmin edə bilirmi? Buyurun. İlk öncə onu vurğulayım ki, tərəvəzçilik, ümumilikdə tərəvəzçilik, bostançılıq və kartofçuluq Azərbaycanda çox geniş yayılmış kənd təsərrüfatı sahələrindən biridir və təsadüfi deyil ki, peşəkar fermerlərlə, peşəkar əkinlərlə yanaşı bildiyiniz kimi tərəvəzçiliyin həvəskar bir qolu da mövcuddur ki, yəni yaz fəsli gələndə hər birimizin, yəni o tutduğu sosial mövqedən asılı olmayaraq hər birimizin bağçasında müxtəlif tərəvəz bitkiləri, müxtəlif növ tərəvəz bitkiləri əkilir və hər kəs də bunu sevə-sevə edir. Hələ öz bağında, bostanında belə deyək də, əkib onu dərib yemək istəyir. Və qeyd edim ki, bu Azərbaycanda çox geniş vüsət alıb, bunun çox uzun ənənələri var, uzun illərə dayanan bir ənənəsi var ki, və xüsusilə Bakı ətrafı kəndlərdə, digər rayonlarda hər kəs, xüsusilə də ki, yerli, o milli sortların, hansı ki, ənənəvi sortlar var, ata-baba sortları var, onların əkilib becərilməsini və istehlakını həyata keçirmək arzusunda olur və bunu həyata keçirirlər, əkirlər və bununla bağlı çox sayılı müraciətlər olur. Çünki milli toxumların əldə olunması yalnız bizim institutdadır bildiyiniz kimi və bir sıra bitkiləri, yəni tərəvəz bitkilərinin toxumlarını əldə edirlər və bunu sevə-sevə əkirlər. Həmçinin qeyd etdiyimiz kimi peşəkar şəkildə də tərəvəz bitkilərinin əsas bildiyiniz kimi yazlıq və qışlıq tərəvəz bitkilərinin əkinləri var. Əsas tərəvəz bitkilərinin əkinləri yaz aylarına təsadüf edir. Bu fevral ayından başlayır, may ayının ortalarına qədər regionlardan fərqli olaraq əkinlər davam edir, əkinlər və səpinlər. Və aktiv şəkildə də Azərbaycanda tərəvəz istehlak olunur. Tərəvəz məhsulları istehlak olunur. Çox gözəl. Tərəvəzçilik deyəndə Elmar müəllim, təbii ki, ilk ağla gələnlərdən biri də toxum məsələsidir. Yəni toxum çox vacibdir. Elə sizin institut da bununla bağlı çox ciddi araşdırmalar eləyir, laboratoriyanız var. Biz hal-hazırda əziz tamaşaçılar elə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun daxilinə olan kadrları, video görüntüləri görürük. Bax, bu toxumçuluğun təşkili nə yerdədir? Sizin institut bu istiqamətdə hansı işləri, hansı yenilikləri həyata keçirdir? Ruslan müəllim, onu qeyd edim ki, toxumçuluq xüsusilə strateji bir məsələdir hər bir ölkənin həyatında və təsadüfi deyil ki, Azərbaycanda da bu prioritet istiqamətlərdən biridir və ölkə başçısının müvafiq sərəncamları ilə Tərəvəzçilik İnstitutu yenidən təşkil olunmuş, orada tərəvəz kartof toxumlarının istehsalı müəssisəsi yaradılmışdır ki, bu da dövlətin birbaşa qayğısını, diqqətini göstərmiş olur və bu o deməkdir ki, bu ölkə üçün də, ölkə əhalisi üçün də olduqca vacib bir istiqamətdir. Əhəmiyyətlidir. Və yeganə elmi tədqiqat işlərini aparan, istehsalat işlərini aparan müəssisə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutudur və biz də bizə göstərilən etimadı doğrultmaq üçün var gücümüzlə bütün səylərimizi səfərbər edib çalışırıq və təsadüfi deyil ki, son illərdə biz kifayət qədər uğurlar əldə eləmişik, həm yeni sortların yaradılması istiqamətində, toxumculuq istiqamətində, milli genofondun, yəni tərəvəzçilik sahəsində milli genofondun yaradılması istiqamətində bildiyiniz kimi biz son illərdə bütün növ tərəvəz bitkilərinin genofondunu yaratmışıq, hardasa 3000-ə qədər sort nümunəsi saxlanılır və bu hər gün belə deyək zənginləşir. Yəni arta-arta gedir və ora yeni sort nümunələri əlavə olunur. Ciddi fəaliyyət deməkdir bu. Bəli, bu həm bizim milli sortlarımızın, ənənəvi sortlarımızın qorunub saxlanmasıdır, həmçinin həmin sortların seleksiya prosesində istifadə olunması üçün olduqca vacib bir məsələdir. Yəni biz çalışırıq ki, yeni sortların ərsəyə gətirilməsində, yəni seleksiya prosesində də ənənəvi dadları saxlayıb, daha məhsuldar, daha dözümlü sortların yaradılmasını həyata keçirdək və hər bir prosesdə sonuçda, yəni toxum istehsalına gəlib çıxır bildiyiniz kimi və yeni sortların da və ənənəvi qədim sortların da toxumçuluğu təşkil olunur, ilkin toxumçuluğu təşkil olunur və sonra toxumçu fermerlərə yəni paylanılır, verilir.
və digər bu istiqamətdə işlər aparılır. Bununla bağlı həmçinin biz milli sortların da bildiyiniz kimi tanınılması üçün müxtəlif regionlarda əkinlər həyata keçiririk. Onları sahə günləri, tarla günləri həyata keçirdirik. Yəni həmin sortları regionlara uyğun əkirik, fermerlərə, eksperimentlərə eləyirik, bəli. Tək bizim institutun stansiyaları yerləşən rayonlarda deyil, digər rayonlarda da bunu həyata keçirdirik. Təsadüfi deyil ki, bizim ən son keçən il bildiyiniz kimi yemişlə bağlı milli sortların bərpasını həyata keçirdik. Bəli. Onları Kürdəmir rayonunda nümayiş əkini həyata keçirdik bir fermerin sahəsində və olduqca böyük maraq göstərmiş oldu əhali tərəfindən buna və təsadüf ki, bu ildə artıq həmin fermerlər bizim yeni sortları, ənənəvi sortları istəyirlər və buna tələbat artır, maraq artır. Yəni və maarifləndirmə işləri də aparıldıqca artıq hər kəsin xəbəri olur məsələlərdə. Yeri gəlmişkən mən özüm yəni tədbirlə bağlı tamaşaçılara demək istəyirəm ki, mən özüm də orada iştirak edirdim. Maraqlı, həqiqətən bilmədiyim bir çox mətləbləri öyrəndim. Və nə yaxşı ki, siz və sizin rəhbərlik etdiyiniz institut və təbii ki, Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumlarla müştərək şəkildə bax bu cür belə deyək də tədbirləri həyata keçirirsiniz və bu cür fəaliyyətlə məşğulsunuz. Həqiqətən də necə deyirlər, el dilindən desək, dədə-baba sortlarımızın fərqi yoxdur. Bu tərəvəzdir, bostandır və yaxud da kartofdur. Qorunub saxlanılması və onların gələcək nəsillərə ötürülməsi, onların üzərində müəyyən seleksiya işlərinin aparılması həqiqətən də bir milli təəssübkeşlik deməkdir. Bəli. Elmar müəllim. Düzgün vurğulayırsınız. Bu ilk növbədə milli təəssübkeşlik məsələsidir. Yəni milli sortların, qədim sortların bərpası, onların qorunub saxlanması o deməkdir ki, bizim xalqımız uzun əsrlər boyu bu ərazidə yaşayıblar və mədəni əkinçiliklə məşğul olublar. Bu da bizim bu regionun, bu ərazinin əzəli xalqının olmasını birbaşa sübutudur. Və ona görə də qeyd etdim ki, bu tək aqrar yönümdən deyil, təsərrüfat əhəmiyyətli deyil. Bir də qeyd etdim ki, milli təəssübkeşlik məsələsi, yəni tarixi bir köklərə gedib çatan bir məsələ kimi buna da yanaşmaq lazımdır. Tam doğrudur, strateji məsələdir, dövlətçilik baxımından önəmli məsələdir həqiqətən də. Bunu həm də dövlət reyestrinə daxil edirsiniz. Düzdürmü? Bu çox maraqlıdır. Biz əvvəlki verilişlərdə danışmışdıq. Təkrar birliyin anasıdır. Yəni bunun dövlət reyestrinə salınması, eyni zamanda beynəlxalq belə deyək də müəyyən tədbirlərdə səsləndirilməsi və beynəlxalq belə deyək qurumlar tərəfindən tanınılması da vacib işlərdən biridir. Düzdürmü Elmar müəllim? Bu olduqca vacib məsələdir. Yəni bildiyiniz kimi bir çox sahələrdə də bitkiçilik sahəsində belə bir problemlər olubdur, hansı ki bizim mənfur qonşularımız həmin bizim milli sortları yəni mənimsəyiblər, öz adlarına çıxıblar. Bunun baş verməməsi üçün biz artıq yəni operativ işlər görməliyik və bununla bağlı bir sıra işlər görülür. Məsələn, bizim qədim sortlarda olan bildiyiniz məşhur Hövsan soğanı reyestrə daxil olunub bir neçə il bundan qabaq. Bundan başqa indi bizim həmin o qədim yemiş sortları, digər sortlar ki var, məsələn bir çox yeni qədim soğan sortları var ki, onları da tam bərpa olunub, saf xəttə çıxardıb, belə deyək, yəni o təmizlənib, seleksiya baxımından deyək, yəni təmiz cinsi sort əldə olunub. Onların da sənədləri, hər şey hazırlanıb ki, yəni qeydiyyata alınması üçün təqdim olunsun və həmin sortların qarşısında xalq seleksiyası yazılır. Yəni xalqın belə deyək, uzun illər, əsrlər boyu əkərək, becərərək ərsəyə gətirdiyi sortlardır. Hansı ki, yəni belə deyək, onun müəllifi də bilinmir, yəni qədimdən. Amma o birbaşa bizim öhdəmizə düşür ki, onu qoruyaq, saxlayaq, onu daha da yaxşılaşdıraq, itməyə qoymayaq. Və sonunda da qeyd edeyim kimi, o qeydiyyata mütləq alınmalıdır ki, yəni bu həm beynəlxalq ictimaiyyət tərəfindən, həm digər sahələrdə tanına bilsin. Yeni qoşulanları salamlayıram. Fermerin real dostuna baxırsınız. Mənim üçün çox maraqlı bir mövzuda əminəm ki, siz də faydalanırsınız. Xüsusən bizim daimi tamaşaçılarımız, həm də bizim əziz zəhmətkeş fermerlərimiz, biz tərəvəz və bostan bitkiçiliyindən danışırıq. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarəetinin sədri Elmar Allahverdiyev mənim qonağımdır, fermerlərin qonağıdır. Elmar müəllim, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, yəni sizin institutunuz Funksional Analizlər Laboratoriyası Azərbaycanda uğurla akkreditasiya olunub. Bu münasibətlə mən sizi təbrik edirəm. Eyni zamanda bax institutunuz prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən yəni akkreditasiyadan keçirilib.
Bu ölkədə qeyd olunan qurum tərəfindən akkreditasiyadan keçmiş 2 elmi tədqiqat institutundan biri deməkdir. Bu çox ciddi bir, belə deyək də, nailiyyətdir. Və akkreditasiyadan uğurlu keçməklə institutda müasir tələblərə uyğun laboratoriyanın fəaliyyət göstərməsi, biraz əvvəl də biz o kadrları gördük, indi də təqdim edirik, mühüm rol oynayır. Ümumiyyətlə, bu toxumçuluğun təşkilində laboratoriya faktoru, laboratoriya amili nə dərəcədə vacibdir və sizdə bu laboratoriya imkanları hansı səviyyədədir? İstəyərdim daha geniş sizdən eşidək. Deməli, hər bir elmi fəaliyyətdə, elmi tədqiqat iş aparılırsa, yəni bu təbiət elmləri, aqrar elmlər, texniki elmləri olsun, mütləq şəkildə laboratoriya olmalıdır. Peşəkar iş görmək üçün, peşəkar səviyyədə işlərin təşkili üçün peşəkar laboratoriya ehtiyacı var, həmçinin peşəkar əməkdaşlara ehtiyac var. Bunun üçün də biz mütəmadi olaraq dayanmadan laboratoriyalarımızı zənginləşdiririk, həm avadanlıq baxımından, həm müxtəlif metodların tətbiqi baxımından. Bildiyiniz kimi metodların sayısı hesabsızdır. Yəni yeni metod, nə qədər çox metod tətbiq etsən, o qədər laboratoriyanın, yəni geniş spektrli fəaliyyətini əldə etmiş olursan. Və biz də bunun da sonucu həmin laboratoriyanın akkreditasiyadan keçməsidir. Yəni akkreditasiyadan keçmək o deməkdir ki, bu laboratoriya yerli və beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərir və bu rəsmi olaraq tanınır. Qəbul olunur. Qəbul olunur və sizin təqdim etdiyiniz bütün növ arayışları, yəni laborator rəyləri, yəni rəsmi şəkildə qəbul etmiş olurlar. Və bu proses uzun sürən bir prosesdir, belə deyək, tək laborator avadanlıqları, cihazları deyil, laborator əməkdaşları da akkreditasiyadan keçirilmiş olur və mütəmadi olaraq bütün cihazlar kalibrlənir. Məsələn, bəzi cihazlar var ki, 6 aydan bir, bəzi cihazlar var ki, daha qısa müddətdə kalibrlənir, yəni yoxlanılır, dəqiqliyi hər an yoxlanılır. Və peşəkar laboratoriyada artıq sən peşəkar cavablar vermiş olursan. Həm elmi tədqiqat işləri üçün, həmçinin digər fermerlərin yəni işləri üçün də bu laboratoriyalar imkanlarından istifadə olunur. Birə-beş də məsuliyyət artır. Bəli, məsuliyyət artmış olur və digər ikinci məsələ isə bizim institutun Prezident yanında Ailə Səhiyyə Komissiyası tərəfindən akkreditasiya olunması da təsadüfi deyil. Belə ki, biz bu prosesdə 2 il bundan qabaq başlamışdı və institutun bütün sahələr üzrə belə deyək, təftiş olunması, yoxlanılması müxtəlif mütəxəssislər tərəfindən həyata keçirilir və sonda yekdilliklə qərar verilir. Deməli, bu qərar Prezident yanında Ailə Səhiyyə Komissiyasının rəyasət heyəti tərəfindən verilir və bizim institut ölkədə 2 institutdan biridir ki, yəni eyni zamanda akkreditasiyadan keçmişik və bu da yenə dediyim kimi o deməkdir ki, rəsmi şəkildə bildirilir ki, bizim Tərəvəzi Elm Tədqiqat İnstitutu yerli və beynəlxalq standartlara uyğun olaraq işləri həyata keçirilir və bunu da artıq yəni dövlətin rəsmi orqanı tərəfindən tanınmış olur. Çox gözəl. Həqiqətən də təqdirə layiq bir belə deyək hadisədir. Amma bu tək hadisə deyil, təqdirə layiq və alqışa layiq. Bu il verilişin də əvvəlində qeyd elədim, rəhbər olduğunuz institutun, yəni Tərəvəzçilik Elm Tədqiqat İnstitutunun 60 illik yubileyi tamam olur. Çox böyük bir tarixə şahidlik eləyirik və biz bilirik ki, bu institutun Azərbaycanın aqrar kənd təsərrüfatı həyatında rolu və yeri böyükdür. Bu dövr ərzində, yəni rəhbər olduğunuz illər ərzində hansı işlər görülüb və bu belə deyək də tarixi hadisələri, tarixi günləri necə yaşayırsınız, istəyərdik ki, sizdən eşidək. Birincisi, bu şəxsən mənim üçün bir rəhbər üçün böyük xoşbəxtlikdir ki, institutun 60 illiyi mənim çalışdığım dövrə təsadüf edir və institutun ən belə deyək inkişaf eləmiş dövrü, əməkdaşların, laboratoriyaların, toxumçuluq sisteminin inkişaf eləmiş dövrünü yaşayıram hal-hazırda. Yəni belə deyək, mən burada rəhbərlik eləyirəm və qısaca onu qeyd edeyim ki, Tərəvəzçilik İnstitutunun tarixindən bağlı. Tərəvəzçilik İnstitutunun yaradılması təsadüflə həyata keçməyib. Uzun illər bu üzərində tədqiqatlar aparılıb Sovet dövründə və bilirsiniz ki, Azərbaycan Sovetlər ölkəsinin əsas tərəvəz tədarükçüsü olan ölkəsi olub və yerli əhali, yəni Azərbaycan əhalisinin tək deyil, həmçinin Sovetlər ölkəsinin digər postsovet ölkələrini təmin etmək üçün qərarlar verilib. Bu
həm SSR səviyyəsində, həm Respublika səviyyəsində verilib və bu institut yaradılmış olub. Lakin buna qədər bizim hansı ki, bəzi stansiyalarımız var ki, hal-hazırda bizim balansımızda fəaliyyət göstərir. 27-ci ildə yaradılmış bizim stansiyamız var, 39-cu ildə Xaçmazda yaradılmış Qusarçay stansiyamız var ki, onlar da Ümumrusiya Bitkisel İnstitutunun tərkibində fəaliyyət göstəriblər vaxtilə və çox böyük ənənələrə malik bir stansiyalardır. Yəni biz bunu tərəvətçiliyin tarixini biraz daha da geniş götürə bilərik, amma rəsmi olaraq 65-ci ildə yarandığına görə biz 60 il kimi qeyd edirik və dediyim kimi 60 illiyə də çox ciddi şəkildə hazırlaşırıq və düşünürəm ki, bu 60 ildə Tərəvətçi İnstitutu çox böyük tarixi yol keçib, uğurları olub. Qeyd edim ki, 100-dən çox sortlar yaradılıb bu Sovet dövründən bu yana və Sovet dövründə belə məşhur olmuş bizim sortlarımız olub. Son illərdə də biz həmin ənənələri davam elətdiririk və 2 qat, 3 qat daha çox uğur əldə etmək üçün çalışırıq ki, artıq bizim müstəqil Azərbaycanımız üçün bu işləri görək və yerli əhali, belə deyək, Azərbaycan istehlakçısı da bundan məmnun olsun. Çox gözəl. Mən bir kəlmə onu deyə bilərəm ki, hörmətli tamaşaçılar və əziz fermerlər, Tərəvətçilik Elmi Tədqiqat İnstitutundan sadəcə gedib, belə deyək də, gəzinti üçün baxsaz, düşünürəm ki, istənilən vətəndaş gələ bilər də, yəni belə bir qadağa yoxdur, hə İlmar müəllim? Yoxsa ən azından icazə alıb gələ bilər. Təbii ki, müəyyən qapalı bir müəssisədir, orada müəyyən, belə deyək də, işlər görülür və hal-hazırda biz bir də o kadrları görürük. Amma gəlib belə baxmaq üçün açıq qapı günlərdə məsələn elan edə bilərsiniz və yaxud da var bəlkə də. Bizim bir çox universitetlərdən, bir çox dövlət qurumlarına, bir çox layihələrdən çox saylı qonaqlarımız gəlir. Hətta məktəblilər belə gəlirlər, yəni gəlmək istəyirlər, ekskursiyalar təşkil edirlər və biz onlara orada bütün bu prosesləri mümkün qədər göstəririk. Çox maraqlı gəlir, hətta saatlarla bu proses davam edir. Çünki bildiyiniz kimi orada görüləsə, siz dəfələrlə olmusunuz. Yəni, o qədər müasir tədqiqat işləri aparılır ki, maraqlı. Hətta deyim ki, bir çox xarici ölkələrdə, məsələn, avadanlıqların istehsal etdiyi ölkələri, məsələn, Avropa, Amerikadan gələn tədqiqatçılar o ki, özləri də gözləmir ki, təəccüblənir ki, burada, belə bu ölkədə, Azərbaycanda, Amerikaya baxanda biz kiçik bir ölkəyik, burada bu səviyyəli işlər gedir. Bu da sevindiricidir həqiqətən, amma qeyd edim ki, bu bizim üçün arxain olmamız üçün, rahatlaşmamamız üçün belə deyək, bir amil deyil. Dayanmadan yeni, bilirsiniz, elm, texnologiya inkişaf edir, daimi yeniliklər olunur və biz də bütün bu sahədə dünyada aparılan bu tədqiqat işlərindən geri qalmamaq, innovasiyaları tətbiq etmək istiqamətində işlər aparır. Yeri gəlmişkən istixanalarınız var, orada innovativ, ən müasir avadanlıqlar var. Görürəm hal-hazırda o kadrları. İstixana şəraitində yetişdirilən müxtəlif tərəvəz, bostan bitkilərini görürük. Bir sözlə Azərbaycan tarixinin istər Sovet dönəmində, istərsə də müasir dövrdə Azərbaycan tarixinin şanlı dövrünü özündə 60 illik dövrünü həm də bir hissəsini yaşayan Tərəvətçilik Elmi Tədqiqat İnstitutunun rəhbəri Elmar müəllim fermerlərin qonağı idi, mənim qonağım idi. Mən sizə minnətdaram ki, gəldiniz. Sizi başda olmaqla eyni zamanda kollektivinizi 60 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm və can sağlığı işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, mən də sizə öz dərin təşəkkürümü bildirirəm və inşallah ki, 60 illik yubileydə sizi gözləyirik. Təşəkkür edirəm. Dəyərli dostlar, əziz zəhmətkeş fermerlər, ümid edirəm ki və əminəm ki, bugünkü verilişimiz ürəyinizcə oldu, maraqlı oldu, sizin üçün faydalı oldu. Yazlıq əkinlərlə bağlı onu deyim ki, yeri gəlmişkən elə söhbətimizin bu yerində, may ayının 31-də yazlıq əkinlərin bəyan müddəti, yəni elektron kənd təsərrüfatı informasiya sistemində başa çatacaq, vaxta az qalıb, biraz tələsin, vaxtında və doğru şəkildə öz bəyanlarınızı sistemə daxil edin. Vaxt demişkən, hər həftənin 4-cü günü bizim fermerin real dostunun vaxtıdır. Gələn həftə yenə də görüşəcəyik. Hələlik.